insanın axirətini təmin eləyir. Yəni Qurana söykənmək, Quranla yaşamaq. Ona görə biz yəni Quranın qanunlarını icra edək həyatımızda. Köhnəlmir Quran. Bəli. Quran bəzən belə təfəkkür edir ki, Quran 1400 il bundan qabağa aid. Xeyr, belə deyil. Quran peyğəmbərimizin əbədi möcüzəsidir. Əbədi möcüzə həmişə qüvvədədir. Allah bilirdi ki, peyğəmbər dünyasını dəyişəcək. Allah bilirdi ki, da peyğəmbər gəlməyəcək. Bəli. Peyğəmbərə elə bir möcüzə verməlidir ki, ta qiyamətə qədər gələn insanlar o möcüzə ilə peyğəmbərə iman gətirsinlər. Əgər Quran-Kərim qüvvədən düşmüş bir kitab olsaydı, əgər Quran-Kərim bugünün ehtiyaclarını qarşılamaq iqtidarında olmasaydı, ilahiliyi olmazdı o kitabın, ümumiyyətlə peyğəmbərin möcüzəsi hesab olunmazdı. Quran-Kərim belə bir iqtidara sahibdir. Biz Qurandan məlumatsızıq bu cür danışırıq. Biz Qurandan xəbərimiz yoxdur deyə, Quranla ünsiyyətimiz yoxdur deyə bu cür yanaşırıq. Qurana əslində Quran hər bir mövzu ilə bağlı danışmağa sözü var. İqtisadiyyatla bağlı, siyasətlə bağlı, mənəviyyat, hər bir şey Quranı özündə əks elətdirir. Baxmayaraq ki, yenə də deyirik, Quran hidayət kitabıdır. Bəli, hidayət yəni həm insanı dünya səadətinə doğru hidayət eləyir, həm axirət səadətinə doğru.